Salam mənim əziz izləyicilərim. Bu günləri sizlə Səlyan zonasının məşhur yeməyi olan balıq buğulamasını bişiririk. Ümid edirəm məni Səlyan zonasından izləyənlər var. Hansı bir səhvim olarsa kommentariyada bildirin. Bu səhvimi düzəldərəm. Mən də yararlanaram bu fikirlərinizlə. Öncə balığı yaxşısını yuyuruq, təmizləyirik, doğrayıb kənara qoyuruq, suyu çəkilsin. O vaxtda kimi isə biz birbaş soğan halqavarı doğrayırıq, daha sonra kartofu halqavarı doğrayıb, duz istiyotlarını vururam, sarı kök də əlavə edirəm və balığı da ədviyyatlayıb kənara qoyuram. Pomidor biberləri də təmizləyib halqavarı doğrayıram. Öncə tavaya və yaxud da qazana yağ əlavə edirəm. Soğanların yarı hissəsini aşağıdan düzürəm, daha sonra balığı üzərindən pomidor biberi əlavə edirəm. Daha sonra ədviyyatladığım kartoşkaları əlavə edirəm və yenə təkrar soğan, pomidor biberi əlavə edib üzərinə təfnən yarpağını və iri dənəvari istiyotdan əlavə edirəm. Qeyd edim ki, bunun üzərinə alça, yayda təzə alça, qışda da quru alça əlavə edə bilərsiniz. Məndə yox idi, ona görə mən 3 dilim nazik doğranmış limon əlavə elədim və sonda cəfərini əlavə edib azacıq qaynanmış ilıq su tökdüm və az xodda öz buğunda pişməyə buraxdım. Qeyd edim ki, burada pomidorlar mən yayda halqavarı doğrayıb pingvin klokunda bükürəm və qışda mənə istifadə eləmək daha rahat olur. Yəni əlimin altında artıq pomidorum olur. Ümid edirəm ki, kanalıma abunə olarsınız, like və kommentariyada öz fikirlərinizi bildirərsiniz. Yenə deyirəm, səhvlərimi görürsünüzsə qeyd edin, yararlanıb fikirlərinizə baxıb açığam və öz səhvlərimi düzəldərəm. Yeni reseptlərinizi gözləyirəm, öz pişirdiyiniz yeməkləri də kommentariyalarda mənə bildirin. Nələr əlavə edirsiniz, nə edirsiniz, mən də bundan yararlanaram. Çox sağ olun, göz haqqınıza.